İlk dəfə pulla görüşmüşük. Sevgilisindən Azərbaycanlı sənətçi barədə şok sözlər. Sənətçi? Nə üzrə sənətçidir ala bu? Fuad Allahverdiyev arvadını sevgililəri ilə əxlaqsız partilərə məcbur edirmiş. Salam dostlar, xoş gördük. Bu xəbərlərin ikisi də eyni anda çıxdı qarşıma. Dedim ki, ikisini də müzakirə edəcəm. İkisi də demək olar ki, eyni mövzudadır. Oğraşlıq, gözü ilə görənlik mövzusundadır. Amma mövzuya keçməmişdən öncə istəyirəm sizin diqqətinizə bir şeyi çatdırım. Rusiyada, Azərbaycanda yaşayan bütün biznesmenlərə, iş adamlarına demək istəyirəm ki, aşağıda gördüyünüz mənim WhatsApp nömrəmdir. Çindən, zavoddan, fabrikdən ucuz qiymətə topdan şəkildə malları alıb sizə çatdıra bilərik. Əziz dostlar, əziz iş adamları, Çində nə istehsal olunursa hər şey. İnşaat malları, kənd təsərrüfatı texnikası, avtomobillər, nə istəyirsiniz, nə istəsəz, tibbi avadanlıqları da, tibbi məhsulları da gətirə bilərik. Problem deyil. İndi isə keçək xəbərlərə. Deməli, xəbəri sizin üçün oxuyum. Birinci başlayaq bundan. Fuad Allahverdiyev arvadını sevgililəri ilə əxlaqsız partilərə məcbur edirmiş. Manyaklıq, uğraşlıq, nə bilim, və digər şeylər. Deməli, Azərtelekom şirkətinin direktorlar şurasının sədri, Ailə TV, Kaspiyan Telekom, MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyeva hökm oxunub. Məşhur iş adamı Cinayət Məcəlləsinin 113 və 151-ci əzab vermə və seksual xarakterli hərəkətlərə məcbur etmə maddələri üzrə ittiham edilərək ötən ilin aprelində həbs olunub. Heç xəbərim yox idi, amma indi hökm oxunandan sonra xəbərim olub. Xəzər rayon məhkəməsində keçirilən prosesdə bildirilib ki, iş üzrə zərər çəkmiş şəxs Allahverdiyevin keçmiş həyat yoldaşı G. Allahverdiyevadır. Əvvəllər Azərrail voleybol klubunun üzvü olmuş Allahverdiyeva bildirib ki, 2022-ci ilədək evli olduğu Fuad ona qarşı mütəmadi fiziki zorakılıq eləyib. Müxtəlif qadınlarla birgə seksual xarakterli hərəkətlər etməyə vadar edib. O iddia edib ki, keçmiş əri yaşadıkları Şuvalan qəsəbəsindəki villada çoxsaylı məclislər təşkil edib, həmin məclislərə rəqqasələr və sevgi münasibətində olduğu qadınları da dəvət edib. Allahverdiyeva əxlaqsız həyat tərzi sürdüyünü, ona böhtan attığını deyib, daha sonra keçmiş arvadının ondan 400 min manat oğurladığını iddia edib. Xəzər rayon məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevə 133-cü əzab vermə maddəsi üzrə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Məhkəmə ona Cinayət Məcəlləsinin nəsə də iş kəsiblər, axırda da qolbaq taxıblar, sərbəst buraxıblar. Yəni, tam iş kəsməyiblər. Bax, indi deyə bilərsiniz ki, kişi xaylaqları ilə görüşdürməyib ki, arvadını. Fərqi yoxdur. Əgər sən namusunu, qeyrətini, həyat yoldaşını, yəni aldatdığın başqa bir qadınlarla bir yerə yığırsansa, yəni o işi qrup şəklində görmək istəyirsənsə, bu özü də bir namusluq, uğraşlıqdır. Ailə yatağına, yoldaşınla yatdığın yatağa başqa birisini gətirirsənsə, başqa yerdə elə, amma ora gətirirsənsə, bu da bir namusluqdur. Yəni, mən başa açmıram, bunlar nə yiyib içirlər, necə həyat tərzi sürürlər. Bilmirəm, mən nə deyim ki, belə ağzımdan əxlaqlı sözlər çıxsın. Xəbər əxlaqsızdır, heç olmasa mən biraz tərbiyəli olum. Şərhi sizə buraxıram. Ardını siz gətirin. İlk dəfə pulla görüşmüşük. Sevgilisindən Azərbaycanlı sənətçi barədə şok sözlər. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 182.3.2 və digər maddələri ilə təqsirləndirilən şəxs Ziya Hikmətoğlu Hüseynzadənin məhkəmə prosesinin növbəti iclası keçirilib. Cinayət işində 3 qadın İsayeva Gülnar Mahmud qızı, Əliyeva Xadijat Qurbanovna və Əliyeva Raziyat Fərzadovna. Ovna soyadı, buna soyadı bunlar, kim daha milliyyətcə bunlar? Məhkəmə prosesində zərər çəkmişdən Xadijat Əliyeva iştirak edib. Qeyd edək ki, Raziyat Əliyeva model kimi tanınıb.
Məhkəmənin növbəti gedişinə Ziya Hüseynzadə ifadə verib, 2021-ci ildən Raziyyat Əliyeva ilə yaxınlıq eləməyə başladım, ancaq onunla ilk dəfə 2015-ci ildə pul qarşılığında görüşmüşəm. Belə də hər ay ona pul verirdim. Sonra onunla bir yerdə yaşamağa başladıq. Münasibətlər 2023-cü ilə kimi davam etdi. Raziyyat işlətdiyi gözəllik salonunun kirayə pulunu 4000 manatını ödəməyi mənə dedi. Məhkəmənin bu yerində zərər çəkənin vəkili məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı şifahi vəsatət verdi. Təqsirləndirilən şəxs, onun vəkilləri və dövlət ittihamçısı məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı qərar verməyi məhkəmənin mülahizəsinə buraxdılar. Hakim Siyavuş Hacıyev vəkilin vəsatətini qəbul edərək iclası qapalı keçirdi. İttiham aktına görə 2022-ci ilin avqust ayında Ziya Hüseynzadə sevgi münasibətdə olduğu Raziyyat Əliyeva kişilərlə münasibət qurub, ona xəyanət etdiyini müəyyən edib. Nəysə, uzun söhbətdir. Sonra işgəncə verib bu qıza, işgəncələr verib. Pulla görüşdüyü qıza, nəysə, sonra şikayət olunur filan bəsməkan. Pulla görüşdüyün bir qadına aşiq olursan, sonra onu qınayırsan ki, o sənə başqa kişilərlə görüşüb xəyanət edir. Yəni, sən pulla görüşdüyün birisindən nə gözləyirdin ki? Çox var belə, televiziyaya da çıxırlar, məsələn, birinin arvadı xəyanət edir, çıxır deyir, mən bağışlayıram onu, biri nə bilim, bar qızı ilə evlənir, sonra o xəyanət elədiyi üçün onu öldürür. Yəni, bar qızı ilə evləndiyin halda bilirsən ki, bar qızıdır da, sən bu ilə qabağı görmürsən, körsən sən. İndi var bir neçə saatlıq həvəs üçün əməlli başlı nigaha girən, kəbin kəsdirən boynu yoğunlar var. Hansı ki, onlar özləri də bilirlər ki, qarşıda bunları xəyanət gözləyir. Bu fikirləri gedib bu Təxminə filmindəki o söhbət var, o Talih Yüzbəyov da ona qəşəng cavab vermişdi. Orada deyir ki, əsl kişi mələikəni fahişəyə çevirən deyil, əsl kişi fahişəni mələkəyə çevirəndir. Talih də bir filmlərində, qısa metrajlı filmlərində demişdi ki, bunu elə fahişələr fikirləşiblər. Düzdür. Yəni, askıran buruna, öskürən boğaza tövbə yoxdur. Tək-tük hallarda ola bilər, o necə bir, belə deyək, inanımlı bir insan ola ki, tövbə eləyə, gələ düz yola və ondan sonra həmin yola qayıtmaya. Amma bu belədir, dostlar. Bunu qadınlar da bilir, kişilər də bilir, hətta feministlər də bilir. Onları mən ümumiyyətlə nə qadın, nə kişi saymıram, onları insanlıqdan saymıram. Onlar da bilirlər ki, nəysə, askıran, öskürən şeyə tövbə yoxdur. Dostlar, bu kimi xəbərlər qarşımıza çıxdıqca və görürük ki, ətrafda həqiqətən də indinin özündə belə bəzi cavan oğlanlar var ki, baxmırlar ki, bunun keçmişi nə olub. Yəni, keçmişində sevgi münasibəti ola bilər, amma sən pulla görüşdüyün bir adamla sonra ailə qurursansa, sonra xəyanətdən dəm vura bilməzsən. Sabah yenə pulla başqası ilə görüşəcək. Nəysə, dostlar, bu videomuz bir namuslarla bağlı idi. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.